Sabahlarınız xeyir olsun. Deməli, hər vaxtınız xeyir olsun. Yeni vlog istəyirəm başladım. Uşaqları gətirib bağçaya qoymuşam. Əsmərin uşaqları bizdədir. Əsmər rayonunda iki dənə uşaqlar bizə əmanət edib. Görəm uşaqlar bizdə qalmışlar. Belə durdum, hazırlaşdım, qəşənglə kombin elədim. Gedirəm evə. Gedim evə, uşaqlara aparacağım. Bugün Əsmərin oğlunun 10 yaşı tamam olur. Ad gündür bu gün. Bir yerdə bir də görə neyirik. Dönən yoldan qızlar belə kətan, köynəklə şalvar almışdım qəşəng. Bunu belə geyindim. Bu arada 99-100 demişdim də sizə. Hal-hazırda dünən çəkmişəm, 96-400-əm. Belə hazırlaşdım, yavaş-yavaş, çox tez çəkiverirəm. Çünki gecə-gündüz yürüyüş eləyib, yürüyüşümü tamamlamağa çalışıram. Qızlar, saçlarımın boyasının vaxtı çatıb. İnşallah ki, boyayaram. Belə, mən hazır. Uşaqlar da hazır. Gəldik Yağmur Türk sofrasına. Daytı ilə. Burada necədən göstərim sizə. Baxın, qəşəng isti yeməklər olur günorta var. Hamısı təzə-təzə pişdi. Qoyublar. Belə. Burada da şirniyyatlar var, baxın. Belə. 2 mərtəbədir. Yuxarı mərtəbələrini daha əvvəllər çəkmişəm. Burada səhər yeməyi, səhər yeməyi nümunəsi var. Baxın. Belə bizlər gəldi, Yağmurda oturduq. Belə bizə qəşəng kahvaltı gətirdilər. İsti yeməkləri elə gətirməyiblər. Yavaş-yavaş onları da gətirəcəklər. Çox qəşəng görsənir bu arada. Bu 2 nəfərlik setdir. 2 nəfərlik set 25 manatdır. Bizim 2 nəfərlik səhər yeməyimiz, qəşəng isti yeməklər 2 dənə. Qəşəng, hər şey qəşəngdir qızlar. Nuş olsun bizə. Kızlar, hava elə istidir. İnanın da ölürəm istidən. Hələ ya yaxşı nazik geyinmişəm, belə də kətan dəstini geyinmişəm ki, isti olmasın, amma istidir. Nə deyəcəydim? Bugün qonşum bizi qonaq çağırıb. Mən də gəldim ki, burada mağazadan görüm nə alıb apara bilirəm. Əl boş getməyim də. Qızlarla oraya gedəcəyik. Ona görə belə görək neyinirik. Nə taburam buradan? Qızlar, gəldim evə qəşəng. Nədir? Özümə kofe dəmlədim. Kofenin köpüyü qaçdı çünki soyudu. Bayaqdan başım qarışıb telefona. Mağazadan sizə çəkiliş eləyə bilmədim. Amma nə aldığımı göstərəcəm sizə. Məncə bəyənəcəksiniz sizlər də. Sadə, amma belə qəşəng bir hədiyyədir, elə bilirəm. Belə. Heç nə. İndi biraz ortalığı yığışdırım. Yataq otağını yığıb getmişdim, amma gəldim paltarları falan çıxartmışam. Onlara atım yuyulmağa. Biraz evə əl gəzdirim. Sonra yəqin ki, birazdan gedərik qonşuya. Deməli, qızlar, göstərim sizə hədiyyənim. Baxın, belə bir qənd qabıdır. 2 mərtəbəlidir. İndi götürüb gedirəm qonşucuğum gilə. Baxın, belə. Altı da var, üstdə var. Bir də belə qapağı. Götürüm gedim. İnşallah ki, qonşum qonşum bəyənər. Məncə bəyənər. Alt, üst istifadə eləyər. Belə, bir dənə də şirniyyatım var. Bir dənə də bonjur almışam qonşuma. Bu arada paltarları falan izvədən yığmışam. Hələ yerləşdirməmişəm. Baxın belə. Nəysə, bunları götürüm, qaçım. Məni gözləyirlər. Qızlar, bu arada bu şəfidləri o gün Mevdən aldım. Çoxdan istəyirəm şəfidlərdən. Baxın, keçdim mən şəfiyə. Adaptörü gedirəm hər yerə. Bunlara bax, bunlar qapı qonşu denib bir-birlərinə keçirlər tez. Bu həsə, bu elə belə qul. Vallahi utandım ya. Niyə utansın, dəli deyil qız. Vallahi utandım ya. Allah kızardım ya, utandım. Niyə utandım, niyə kızardır? Rəngi, ayda güllərinə baxayım. Xəyal et, canın yanmasın. Gülləri çəkəcəm. Görün bəyənəcəksən. Vallahi payın çox olsun. İnşallah oğlanların toyunda borcumuz olsun inşallah. O toya niyə uzaq getsən? Bu yaxınlarda gəlib zad eləmək istəmirsən. Toyunda zadında da belə deyil. Az bunun altı da var, Altı da var. Bir dənə də mərtəbəsi var. 2 mərtəbədir.
Yəni bəyənərsən inşallah. Dedim nə bilim. Mən o qədər şüşə şeylər sevirəm ki. Hə, çox gözəldir, çox sağ ol. Hə, bax belədir. Hə, çox Hə, sağ ol. mübarəkdir. Hə, çox sağ ol. Hə, narahatam. O deyil bir qadın. Onu görməmsən. Keçəcəm orada. Bir yer qoyan deyiləm evdə. Hər yerə gedəcəm. O deyil bir qadın evi cənnət eləyiblər cəhənnəmdə. Xəyali evi cənnət eləyən xanımlardandır. Ay Allah bir gülləri var. Buna bax sən Allah. Ay sənə qız canın yanmasın. Mənim kəpənən gülümə görəsən ki də belə. Qulaq. Günə qoy bacı. Gülə qoyum. Günə qoy, günə. Nə qəşəngdir. Xəyali, armud mürəbbəsini özün bişirmisən? Armud mürəbbəsini özün bişirmisən? Aslında nə qəşəng görsən nə? Ha, Xəyali gil Qəbələdəndir deyə qızlar. Üç qulaq da bişirib bizə. Elə deyirlər də? Ay Xəyali, nə qəşəng çaşqalarım var. Mamamın cehizləridir. Bu keçən il gətirmişdim. Mənim də xoşum gəlir də. As bunlardan harda var indi? Onlarda heç yerdə. Ay 40 ilin, 45 ilin şeydir onlar. Ay Allah, nə gözəldir. Ay Allah. Rəngi, Allah haqqı mən keçmişdə hardasa yaşayıram. Bəlkə mən ruhum o yandan gəlib. Qartmışam mən. Nə qəşəngdir ay Allah. Neçənci çayımızda özümüz də bilmirik. Bizə qəşəng çaylar dəmləyib gətirir bu qız. Verdim sana Murat. Yemədim. Murad. Bu da yanlış. Bir de sana hak ağzını Şiddətə yox deyirik gülü. Özün bilirsən ki, mən qətiyyən uşağı bir çıxdıma vuran analardan deyiləm mən. Sən bilirsən də, o bilməsə də sən bilirsən. Gülü. Gülü deyirəm. Xəyal, özün o bilməsə də sən bilirsən ki, mən uşaq vuran deyiləm. Buna bax, bu da. Uzaq deyə. Orkidesinə bax. Bax, əsl deyirəm də, xəyalim sən nədir? Evi cənnət eləyir, qadın var cəhənnəm eləyir. Sən cənnət eləmsən ay. Az belə balkon oldu da istəmədik mi? Bu da qəşəngdir. Bu nədir belə? Nə gülüdür? Aşırı daşdı? Elə biləm mən aşırı daşdı. Yox, aşırı. Bundan istəyərəm. Bunu gülüdən almışdım. Nasıl məndən? Bu bax səndə olanın Məndə olanın başqa cürü. yaşılıdır. Bu az, bunu maşallah. Bunu belə ki, xarab edib ora atsın, hə, dibinə. Hə, onları hələ şey eləyəcəm də, qatacam torpağa çıxılıb. Bildim. Bunun xoşum gəldi bax bu. Çox qəşəngdir. Bu da mən xoşuma gəldi. Ayda. Qonşucuğumuzun güllərinə bax. Bu da qəşəngdir. Bunlar həmişə balkon gülüdür. Əslində balkon gülü də qəşəngdir. Balkonlarıma qoya bilərəm. Bu da yaxşıdır. Bundan məndə nə qədər də az, evdə yenə var. Bilirsən nə qədər adama pay vermişəm? Dedim oradan şeydi, çölə əkdirmişəm. Ha. Mən də qonşu neçə bununla deyib budur da. Bunu göndərmişdi. Bunlar nə qəşəng düzəltdirmisən, Xəyalə. Məndə şkaf bu hissəni tutur da. Bunları aldırdım. Hı. Ay Allah, danışa. Ha, bütün kişilər elədi də. Ay Allah, qız çox qəşəngdir. Və qonaqlığımız bitdi. Qonşum hətta özü ilə payda qoyub sağ olsun ki, apararsan Rasim yeyər. Doğadan söhbət gedirdi. O da qəşəng doğğa bişirmişdi. Dedi apararsan Rasim yeyər. Sağ olsun. Qonşularımın həqiqətən xətri əzizdir qızlar. Biləcəriyə öyrəşməyimin demək olar ki 80% qonşularımın sayəsində oldu həqiqətən. Belə maraqlıdır. Gedək indi uşaqları gətirək, biraz həyətdə otururuq, deyirik, gülürük, çay içirik, söhbət eləyirik. Maraqlı gün keçiririk. Qaçın. Gəl, Abbas. Nə oldu Abbas? Yorulmusan? Nə oldu bilmirəm. Su? Su yoxdur ki balım. Gəl gedək alaq oradan su. Gəl. O gün qaynatam demək masaldan gələndə dostu Salyanda olur. Oradan gələndə belə qəşəng pomidorlar gətirdi sağ olsun mənim üçün. İndi babamgil gələcək bizə. Onlara da pay verəcəm. Bir də burada nəyə göstərmək istəyirəm sizə. Belə yemək hazırladım. Belə qoyacağam indi. Bişsin. Pomidordan da doğradım. Çox dadlı pomidorda. Həqiqətən çox bəyənirəm. Siz də deyərsiniz görüm şəhərlərdə siz haram pomidoru bəyənirsiniz. Mən dünən sual cavab qoymuşdum. Çox adam Şəmkir pomidoru yazıblar. Amma Göyçay pomidoru da qoymuşdum. Salyan da qoymuşdum. Belə zirə. Mən özüm zirə sevirəm. Mamiş. Tiyələ alıblar Rasim mutlu. Rasim gözdə yulsun sonra oğlum. Nə qəşəngdir.
Sanki masum götürdüm bunu. Yəni indi qış ayı deyildi, hər Ha. tərəfdə oldu. Alıb yeyə bilərsiniz. Usta uydu əlim yandı. Onu çay sütmək istəyirəm. İyi. Təzə dəmdən birinci belə Xalidə Sultana çay sütsəsən. Çocuklarımıza verək. Dəmlədim. Qəndini də özü alıb gətirib. Mənim qəndim keçən səfərdən qutarıb. Nəysə, onu qeyd el oradan. Mən almışam. Hə, yaxşı. Yesiz. Nuş olsun. Düşürdü uşaqlar həyətə ki, biraz sürsünlər, velosiped falan yorulsunlar, sonra qayıdaraq evə. Uşaqları düşürtmüşük, bu birisinə baxın. Necə hava soyudu birdən. Elə bayaqçı isti, bayaq ürəyim sıxırdı istidən. Kızlar, nəhayət ki, mama gil getdi və mən... Rayha, baza bax. Və mən neynirəm? Al. Tatlıdır. Abasa, Rasimə doğğa yer istəyirəm. Qonşum sağ olsun, Allah kömək olsun. Qəşəng də yeyirlər. Yedim. Yedin. Burada yedim. Bunu da dedin. Nədir? Bu neydi? Kızlar, dedim diyeceğiz ki Mehribanım çıxdığı fasona bax nə gün deyəm. Üstümə də çörək düşdü. Üzümə nə? Bu hidrofil yağıdır kızlar. Bugün üzümə əslən nəmləndiricidən və SPF-dən başqa heç nə sürtməmişəm. Amma yenə də istədim, yaxşı çox tərləmişdim deyə. Dedim üzümü qəşəng hidrofil yağı ilə belə masaj edeyim, yuyum, təmizləyim. Ha, belə. Bütün üzümün qaraları çıxdı, gördünüz də. Hidrofil yağı çox yaxşıdır, həqiqətən. Mütləq belə qoxmayın. Amma mütləq baxımınızda əlavə ürün deyərdim. Belə saxlayın, üzümü təmizləyim, sonra yenə danışırıq. Üzümü qəşəng təmizlədim və gəlmişəm bura. Axır vaxtlar üzümü daha çox salfetlə silməyə çalışıram. Təmizlədim yaxşıca. Gəldim bura. Belə. Baxın, tərtəmiz. Qəşəng təmizlədim və baxım eləyəcəm. Üzümə baxım üçün nə edirəm? Baxımdan əlavə qızlar. Üzərimə çeyrək düşüb üzürlüsə, indi axşam pijamalarımı geyinəcəm. Dedim pijamaları geyinməmişdən qabaq belə çəkim. Bu arada qızlar, çəkim 100 kilo 800-dən başlamışdım. Qapını örtəm ki, uşaqlar oyanmasın. 100 kilo 800-dən başlamışdım. Demək, ayın 27-si, martın 27-si tərəziyə çıxdım ki, 100 kilo 800-əm. Sonra biraz gözlədim, axşamları yemədim, amma heç bir hərəkət və yaxud da bol su eləmirdim. Axşamları sadəcə yeməməklə baxdım ki, çəkim düşdü 99, demək 800-ə. Harca 1 kilo kimi çəki verdim. Və ayın 1-dən start götürmüşəm. Bugün ayın 8-idir. Bugün artıq mən tərəzidə 95 kilo 600-ü gördüm. Nə edirəm qızlar, dediyim kimi səhər, axşam yürüyüş eləyirəm. Düzdür, eləmədiyim günlər olur səhər. Hansı ki, axşam çalışıram 20 min addımı tamamlayım. Gün ərzində suyu içməyə çalışıram. Gün ərzində bir dəfə kofe içirəm. Yaşıl çay içməyə çalışıram. Hərdən yaşıl çayı ötürsəm də hal-hazırda yanımda belə bir fincanım var. Bunu mən bacım 8 martda hədiyyə eləmişdi. Ya yeni ildə hədiyyə eləmişdi, bilmirəm. Belə də qapağı var, qəşəng. Demək, burada hətta içəcək yeri də var, belə bağlayırsan. Bunu deməli Sumqayıtdan, Qayalı Qotdan almışdı mənim üçün, sağ olsun. Deməli qızlar, belə qəşəng qapağını bağladım. İçərisinə yarpuz çayı əlavə elədim. Yarpuz çayının üzərinə qaynar su əlavə elədim. Bağladım, özü üçün burada dəmlənsin. Qurtum-qurtum indi yatana kimi içəcəm. Ümumiyyətlə, pəhriz saxladığınız dönəmdə və yaxud da özünüzü həddindən artıq ödəmli, şişkin hiss elədiyiniz dönəmdə məndən sizə kiçik bir məsləhət, yarpuz çayı mütləq istifadə edin. Yarpuz həqiqətən bədəndəki olan şişkinliyi, ödəmi götürür. Pəhrizdə olduğunuz dönəmdə kimlər ki, adi yaşıl çay içə bilmir, yarpuz çayı, nanəli çay, melisa çayı, yəni digər it burnu çayı, Məkkə gülü, bunlar bədəndən ödəmin atmağına kömək olur. Sadəcə biraz təzyiq problemləri güclü olan insanlar ehtiyat eləsinlər. Yəni
yoxlasınlar da, bir neçə qurtum yoxlasınlar, içsinlər, baxsınlar. Hə, bu gün yaxşıdırlar. Sonra dayışı gündə bir dəfə içə bilərlər. Mən əvvəllər lap gündə 2 dəfə içirdim. Mənim, yəni dirənc kiloqramımı filan qırmağımda istifadə etdiyim çaylardan biridir. Həqiqətən gün ərzində 2 stəkan, 1 stəkan, belə böyük boy içirdimsə 1 stəkan içirdim. Həqiqətən də mənə çox qəşəng, həm silik problemləri filan olur ki, bəzən bədən suyu xaric eləmir də, çox xeyir eləyir. Yəni çox xeyir eləyir. Yəni məsləhət eləyərdim ki, Google-dan yaxşıca araşdırma eləyib rasionunuza əlavə eləyəsiniz yarpız çayını. Yəni faydalanın bitkilərdən. Mən bitkilərə qarşı bir ayrı həssasam qızlar. Və nə demək istəyirəm? Bu yaxınlarda bir xanım sağ olsun məndən əməkdaşlıq eləmək istədi Instagramda və məsləhət gördü, məni dəvət elədi, getdim yanına və o xanımın istifadə, yəni hansı məhsulları ki tərifləyir, o məhsullardan tanış oldum. Bir neçə müddətdir də baxım məhsulu kimi istifadə edirəm. Məncə bir çox izləyicilərim də üzümdə olan dəyişikliyi yəqin ki hiss eləyirlər. Həqiqətən düzənli istifadə elədikcə gözəl nəticələr görürəm. Hal-hazırda da həmin məhsulları özüm istifadə elədikdən sonra təbii ki satışına başlamışam. Esteliyin çox tanınmış bir markadır. Həqiqətən də çox qəşəngdir, qəşəng bir markadır. Bəlkə də tanıyırsınız, bir çoxlarınız da Dr. Russell'ın bir qoludur. Dr. Russell markasının bir qoludur və çox qəşəng məhsulları var. Hansı ki mən salisil asidi, niasimidi, sonra canım sizə desin, hyaluronik asid tərkibli nəmləndiricilər, C vitamin tərkibli nəmləndiriciləri falan istifadə edirəm və çox qəşəng də SPF-ləri var. Qızlar, hal-hazırda Instagramdan bunların satışlarını eləyirəm. Bilməyənlər üçün deyim, Instagramda səhifəm Meka Lensdir və bu SPF-in tərkibində qızlar niasemid var və niasemid bilirsiniz ki dəri tonu eşitləyir, nəmləndirir üzü və 90 SPF-dir bu SPF-lər. İstifadəsinə başlamışam, belə bir SPF-dir, çox qəşəngdir. Boyu da 120 ml-dir. Yəni dediyim kimi kim istəsən Instagramdan mənə yazsın, əlaqə saxlayım, sifariş qəbul edirəm. Qiymətləri mənə görə münasibdir. Məsəl üçün SPF-lərin 120 ml-dir. Qiyməti 18 manatdır və serumların hər birinin millisi 40 ml-dir. Qiyməti 15 manatdır. Hətta bu deyəsən burada 50 ml də belə var. Bunda qiyməti 15 manatdır qızlar. Niasemid tərkiblidir. Çox qəşəngdir. Bu istifadə edirəm. Ay, külək necə qalxıbsa qorxdum. Dedim, bu nə səsidir? Hyaluronik asid demək olar ki, artıq bir tip. Və mən bugün niasemid üzümə tətbiq eləyəcəm. Çox danışdım, dedim. Bilirsiniz, qızlar, məndə bir xarakter var. Instagramdan izləyicilərim də bilir. Məndə bir xarakter var. Bir şeyi bilirəmsə, mənə faydası varsa, tək söhbət hansısa bir çıxardan getmir də. Təbii ki, qazanmaq hər bir kəs istəyir, amma faydalı bir məlumat olanda bacardığım qədər elə bir istəyirəm ki, elə hər kəs bunu bilsin, elə hər kəs istifadə eləsin. Burada da yanıq izim var, buna da tətbiq eləyirəm ki, xeyrini görüm. İstəyirəm ki, hər kəs bunu bilsin, hər kəs yararlansın. Və qızlar, bir şey deyim ki, sizə, mən ən çox nəyi bəyənirəm bu məhsullarda? Tərkibləri ağır deyil, yəni qatı belə tərkibləri yoxdur və yüngüldür. Məsəl üçün, bunun qoxusunu çox bəyəndim. Necə gözəl qoxusu var. Çəkirsən üzvə, qəşəng nəmləndirir və heç bir narahatçılıq vermir. Mən bunların bütün məhsullarını artıq almağı düşünürəm. Bəzi əlimdə məhsullarım var ki, onlar bitsin, keçəcəm inşallah ki, bu məhsulların qəşəng istifadəsinə hamısının belə. Təbii ki, həmişə dediyim kimi, baxımdır, dietada, bunlarda davamlılıq önəmlidir. Yəni, davamlılıq şərtdir. Belə, qəşəng saç maskalarında almışam bunların. Uşaqlar qoydum yerlərinə, deyirəm, yatsınlar, dincələr bizdə. Belə, yüzümün qəşəngləmlədir. Qaşlarım da uzanıb, saçlarım da ağarıb, ağca olmuşam. Üzerimdəki ləkəyə üzr istəyirəm. Çox adam takılır birdən, bir də görsün mən özümdə, kimsə üzərində bir ləkə görəndə. Tam çiyələk yeyərkən fışt düşdü üstümə. Axşam üstü biraz acımışdım, gördüm acımışam. Dedim, yox, mehribanı yeməyəcəksən. Gördüm orada çiyələk yumuşam, bir damcı qalıb da. Dedim, ən yaxşısı elə bu çiyələyi yesən. Onu yemə.
Minnoşa baxın, minnoşa. Qəşəngdir. Belə gözümün altını da nəmləndirdiyimə görə gecə nəmləndiricisindən istifadə edeyim. Qəşəng Instagramda biraz aktiv deyiləm. Biraz başım qarışıb, oyan. Çalışdığım qədər heç posta neçə gündür paylaşmıram. Yəni gərək biraz aktivliyi artıram. Tənbəllik eləməyəm. Biraz tənbələm qızlar. Deyir ki, bir izləyicim bugün yazıb ki, son post vlogumun altına ki, meyil baxam, Instagramda aktiv olarkən buradakı izləyicilərinizi unutmayın. Deyirəm, tamam, unutmaram. Belə, üzümü də qəşəng nəmləndirdim. Belə, qızlar, gedək yataq. Çalışacağım sabah da sizin üçün maraqlı bir vlog, yəni vlogun davamını gətirim sizin üçün. Sabah yəqin ki, çöldə bir işlərim olmaz, hamısı evdə olacaq yəqin ki, dəqiq bilmirəm hələ gün doğmadan nələr doğar deyirlər. İnşallah fürsət tapsam, əla olar. Sabah istəyirəm ki, qəşəng yürüyüş eləyim, yəni ən əsası. Belə də qızlar, dodaq nəmləndiricisi var, çox qəşəngdir, çox gözəldir. Belə, hələlik. Sağ olun. Ata dalaşma yaxşı. Sağ ol. Ay Allah qoymur deyir. Mən ay Allah çox dəhşətli. Keç gəl narazı gəl. Gəl səni də qoyaq. Allahım, uşaq dünyaya gələndə 2 dəqiqə ağladı. 2 dəqiqədən sonra bir qaşqabaq tökmüşdü. Deməyə qızlar yürüyüşü bitirdim. Gəlmişəm. Haram. Rahat masada. Bugün də görünmə tapıram. Şeylərə baxam. Əslində bura gəlmişəm. Görünmə tapıram. Təhlizdə olan dönəmdə, əgər təhlizdə olan qızlar varsa, bir-iki dənə məsləhət istəyirəm verim. Qızlar, təhlizdə olarkən baxın, bunlar çox qəşəngdir. Bax, Baker House-un bu çeşidi var ha. Bu çox qəşəngdir. Məsəl üçün yumurtanın, nəsə səhər yeməklərində yanına qoya bilərsiniz. Suplarınızı bunlarla içə bilərsiniz. Bunların çeşidləri də var. Balqabaq tumlusu var. Çox var. Bu balqabaq tumludur. Sırf nə bilim boranı, yaşıl olanlardan çiyalı, kətan toxumlu, belə demək istəyirəm, kim toplaya bilməm yenə. Çox var. Granola da var. Granolanı evdə özünüz rahat da hazırlaya bilərsiniz. Çox rahat da hazırlanması. Sonra nə? Bu xlepsilər xoşuma gəlir. Amma mən nəsə bu xlepslərdən çox yumrular xoşuma gəlir. Şorla yeyəndə xoşuma gəlir. Doyuram yaxşı. Atdım. Torabikanın şəkərsizi var. İçməli belə kvadrat. O qədər xoşuma gəlir o da. Görsəm sizlə dedi. Kakras qoyla bundan 2 dənə götürüm. Baxın bu. Qızlar o qədər gözəldir. Məsəl üçün tutaq ki, gecə birdən acıramsa, yemək əvəzinə bir dənə bundan hazırlayıb içirəm, yatıram. No şəkər yoxdur. No şəkər addet deyəcəydim. Amma tərkibində burada süd, laktoza, nəsə bir şeylər var. Bilməm dəqiq. Nədir? Undur. Elə bilim şeydir. Baxın. Bir də bu var ha, baxın qızlar. Bu risavaya, qreşova, kukuruznaya. Bu özü çox qəşəngdir makvanın. Mən bunu nagetslərdə, KFC hazırlayanda da istifadə edirəm bu şeydən, unundan. Bir də nə deyəcəydim? Uşaqların kaşasını həmişə bunlardan hazırlayırdım. Süddən biraz pişirirdim, sonra meyvələri püre eləyib, qatıb yedizdirirdim onlara. Mənə sirkə lazımdır, sirkəm bitib. Baxın görün, nə? Belə. Deyirəm qızlar, deyin görək siz hansı çaydan istifadə edirsiniz. İnanırsınız, həmişə azarçay füçət alırdım. Nəsə, dedim ki, biraz fərqli eləyim. Bu çay məsləhət görmüşdülər, ondan aldım, bəyənmədim. Berqanı heç sevmirəm, klassikadır mənə görə. Qara çay, beta çay aldım, o da belə də bəyənmədim onda. Sonra nə? Çempionu yoxlayacağam bir dəfə, görüm necədir. Test çayı, onu çox bəyənirəm əslində. O prosto çox meyvəli olur, sonra vurur adamı. Nə bilim, bilmirəm. Çay sarıdan biraz çətinlik çəkirəm, düzün desəm, xanımlar. Çay nəsə o deyil. Kofedə ən çox Nescafe xoşlayıram, Nescafe Gold alıram. Belə. Bir də içdiyim Türk qəhvəsi Məhəmməd Əfəndidir həmişə, bu. Dibək qəhvəsi də qəşəng olur. Dibək. Görün burada çikori yoxdur. Olsa çikori isə bölüşüm deyim, göstərim çikoriləri. Görün var.
Bu baxım görüm. Yoxdur çikori. Yoxdur. Hadi belə bir məhsul görürəm. Toyuqlu spicy. Burada pomidorlu, biberli də var. Biberli yox. Maraqlıdır. Burada belə bir şeylər var. Mən əslində axotniçi kalbasaları çox sevirəm. Axotniçi minilər də var belə. Sabun olur da deyəsən. O qəşəng olur onlarda. Yoxdur burada. Yox, sevimli dad olur. Sevimli dadın. Ay, çolaq tərəfimə düşdü yenə. İveriya da xoşduram. Siberiya nə edir? Baxın, belə gəlmişəm mən Almarketə, öz yanımızdakı Almarketə də belə qızlar 1 kiloluq Holland pendiri 9 manat. Düzdür, mən Sumqayıtda bundan da ucuz alıram, amma bura üçün çox yaxşıdır da 9 manata. Gəldim evə, gələn kimi çay qoymuşam qızlar. Belə rahat marketdə xurma satılırdı. Xurmanın demək kilosu 6.70 idi. Biraz ondan götürdüm, düzünü desəm. Orada da bir qırğını idi. Qızlar qırırdılar bir-birlərini. Dalaşırdılar nəsə. Belə baxın. Xurmadır, kofein falan yanında içməyə yaxşıdır. Birini atdım ağzıma tez. Sonra Torabika'nın qəhvəsini, bir dənə də pişik yemi almışam pişiklərə. Çox yaxşı bir şeydir qızlar, ümumiyyətlə canlıları yemləmək. Gəldim də bizim yaxınlığımızdan kartof soğan da götürdüm Almarketdən. Çayım hazır. Çay. Bir stəkan çay içim, yumurta qoymuşam qaynamağa. Yavaş-yavaş qıyım, duş alım. Çayı nəsə ürəyim çox çay sızlamışdım da. İstədim ki, birinci çaydan başlayayım. Qızlar, hər vaxtınız xeyir olsun. Demək, bayaqdan gəlmişəm evə, duş aldım, yürüyüşümü tamamladım bu arada. Hava olsun mənə. Bugün yenə 15 min addım atdım, 13 min daha doğrusu. Axşam idi, hava yaxşı deyil, adamın həvəsi yoxdur heç nəyə. Saçımı falan yudum, zivəm qırılmışdı, axşam dəhşət külək var idi. Bu da ki, Tem'dən aldığım bu yapışqan telefonu yaxşı yapışdırmış. Külək var idi, qopmuşdu, düzəldi, zivəm əsas o da şükür Allaha həll elədim. Zivəsiz, inansız mənim günüm qaradır da, paltarlarım nə qədər yığılıb. Rəngli qara paltarlara atmışdım, qara-qura paltarları. Yuyulsun, yürüyüş falan elədikcə istər-istəməz təli olur deyənə, paltarlar tez-tez yumalı oluram. İnşallah bu zivə qırılmaz, nəsə ürəyimə yatmır bir o qədər, elə biləm qopacaq. Neysə, hələlik bunu yola verim, düzəltdirərəm. Yaxşı. Belə artıq uşaqları gətirməyə vaxtıdır. Gedəcəm gətirməyə uşaqlara. Bu pervul almışdım qızlar, Ordubatdan. Ordubat deyirəm, Qayalı Qotdan, Sumqayıtdan böyük bu, 60 dəfə yuyulmaqlıqda. 21 manat almışdım deyirsən, maye halını. Ümumiyyətlə, maye şəklində yuyucu tozlar daha yaxşıdır deyə düşünürəm. Məncə maye şəklində almaq lazımdır. Həm maşına yaxşıdır, həm də belə. Nəsə, paltarları sərim. Əslində bir sırada var, amma yumayacağım. Düşünürəm, sabah yuyaram. Zivəni dediyim kimi də zorlamaq istəmirəm hələ. Deyirəm, qoy biraz qalsın. Araya salım. Həm ipi trosunda yaşaram deyirəm zivənin. İndi çağıraram. Əsmənin yoldaşı gələr. Monte eləyər. Nədir görək? İnterneti paketsiz istifadə edirsiniz. Ayda internet paketlərində qiyməti qalxıb. Kahrolasıcalar. Necə qaldırıblar. Qızlar, saçlarım beyazlamış arkadaş. Əməlicə beyazlayıb. Belə hazırlaşdım, çıxdım. Hava qəşəngdir. Səhər-səhər elə soyuq idi, elə soyuq idi. İndi qəşəngdir hava. Mən pişiyim. Gedim pişiklərimi götürüm gəlim. Belə. Mən kimi qızlar, belə hazır buzluqda kotletlərim vardı. Uşaqları bağçadan gətirdim, gəldim. Onları qoymuşam. Bunlar qəşəng belə bişsin. Bəlkə günorta belə sup hazırlamışdım uşaqlara. Elə sümük suyuna qızlar hazırlamışdım. Əsmər sağ olsun mənim üçün. Qoy göstərim sizə. Belə zingin sularını belə hazırlayıb. Əsmər yoldaşımın dayısı qızdır bu arada. Özlərinə də eləmişdi, mənə də belə kapron qablara töküb, belə dondurub gətirmişdi. Mən də qoymuşam buzluğa. Hər dəfə sup falan hazırlayanda, beləsinə burada baxın, bir neçə dənə var.
hazırlayanda götürüb hazırlayıram. Qızlar, Temudan 2 dənə bağlamam gəlib, qonşum gətirdi, necə verdi. İstəyirəm baxım görüm necə. Bir köynək vardı. Ürəyim gedirdi bu köynək üçün. Görək əynində necə qalacaq. Ay, nə qəşəngdir. Baxın bizdə. Belə. Məncə yaxşıdır. Gələn kombinlərində mütləq kombinləyəcəm, baxarsınız. Birdən belə qalacaq. Hə, bu əslində kişi üçün dəstir. Sportivin dəstir. Baxın belə. Hə. Şalvarını da göstəreyim. Şalvar inşallah mənim olar. Qəşəng görsənir. Materialı qəşəngdir. Dedim belə bir baxın. Çıxmış olar Temuda qabağınıza. İstədim belə bir şey alım ki, üstündən şeylə belə həm gündəliyə geyməyə, həm çölə falan da belə geyməyə rahat olsun. Materialı çox yaxşı gəldi. Əynimdə amma bilmirəm. İnşallah ki üstümə geyinəndə bu videoya sığışdıraram harasa bir yerlərdə. Bu dəqiqə geyinmək istəmirəm. Orada yemək bişirirəm. İndi bu dəqiqə gəldi. Belə. İnşallah yaxşı olar. Əynimdə mütləq bu necə deyim, vlogun içində bir yerlərdə dötüşdürəcəm, baxarsınız. İstədim bir dənə heç olmasa bu koftaya baxın, qızlar. Məncə çox qəşəngdir. Çox qəşəngdir. Sportivini qoydum kənara, amma bu kofta qəşəngdir. Mən XL ölçü səhv eləmirəmsə vurmuşam, hə XL və çox bəyəndim. Çox zərifdir də, yəni çox qəşəngdir. Yaxşı. Düşünürəm, gözəldir. Mən görüm saçlarım bir. Ümumiyyətlə saç açıqda, saç bağlıdır. Məncə yaxşıdır. Köynək çox qəşəngdir. Vuruldum mən köynəyə, qızlar. Vuruldum sənə dilbər. O mahnı düşdü lap yatıma. Çox yaxşıdır. Belə, əla. Bəyəndim. Ürəyim getdi bunun üçün. Necə incə, qəşəng kəsimi, varatniklərin gözəlliyinə baxın, qızlar. Möhtəşəm. Yaxşı ki vurdum. Belə. Çox bəyəndim. Baxın. Qızlar, qonşum verdiyi göyərtini doğradıq. Bu qız gəlib. Bu qız gələn kimi birinci nə edirik? Salırıq xuxuraya doğra bişirir. Qəşəng göyərtdir, sağ olsun qonşucuğum. Sağ olsun. Belə qonşuda kimin deyər? Yox, heç kim. Qaynanamın çox adam Naxçıvanlıya oxşadı. Nə ləhcəsinə görə. İndi qalın deyir, deyirəm yenə. Heç çalışmayan Biz ağrı getdi, yığışdırdı, apardı Naxçıvanı. Deyir. Amma heç istəmirdim mən. Uşağıma vardı Naxçıvanı. Uşağıma vardı Naxçıvanı. İnşallah gələr Allahın köməkliyi ilə. O qədər dərindən şey elədim. Ah elə. İnşallah. Allah qismət eləsin. Səncə uşaqlardan hansı bizdə nadincdir? Səncə uşaqlardan hansı daha çox nadincdir? Yəni sənin oğullarına yoxsa mənimkindən? Ay, səninki! Mən batara bilməyib vermişəm sənə. Allah təpə qullar. Bəlkə ağıllana. Dedim görüb deyəcək, dedi hə, düzəllisən. Qaynanam, qızlar, qəşəng doğğa bişirdi, özü də qəşəng qatıdır. Mənim xoşum gəlir qatı. Özüm belə yox, uşaqlara görə əsas istəyirdim də, yeyir, rasim yaxşı. Birazdan indi çəkərəm, bir boş qap aparıram, yedizdirərəm. Qalanı da qoyaram soyuducuya, isidib verərəm. Belə. Yəni çox faydalıdır. Bu dəqiqə göyərtin bol vaxtıdır. Burada da qızlar göyərtlərin biraz istəyirəm suyu çəkilsin, belə doğrayıb atacağam buzluğa. Qalanı da saxlayacağam ki, özüm bilirsiniz də pəhrizdəyim. Çalışdığım qədər belə göyərtdən hazırlanma, nələrsə yeməyə çalışacağam. Belə qızlar. Qızlar, söz verdiyim kimi sizə Temudan aldığım bu dəsti göstərim. Belə, əslində mendir, yəni kişi üçündür. Amma mən çox bəyəndim. Yəni, əlində duruşu yaxşıdır. Qızlar üçün olanların üstü başqa rəng, altı başqa rəng idi əksəriyyəti. Mən də fikirləşdim ki, nə olacaq? Bunu kim biləcək ki, bu kişi üçündür? İndi sizdən başqa heç kəs bilmir. Amma XL sifariş vermişdim və məncə əynində duruşu yaxşıdır. Düşündüm, belə uşaqlara bağça yolu gedib gəlməyə yaxşıdır. Üstündən tez balonka at, məsələn, nə bilməyin, jilet falan atıb gedib gəlməyə yaxşıdır. Belə detalları var hər ikisinin. Biraz da arıqlamışam deyənə forslanıram qızlar. 95 kilo olmuşam. Görək inşallah ki, nəticəm necə olacaq. Yürüyüşümü falan aksatmadan irəliləməyə çalışıram. İstəyirəm bugünlük bu vlogu bağlayayım. İnşallah bugündən yeni vlog üçün çəkilişlərə başlayayım. Belə. Məncə yaxşıdır. Stay. Yaxşıdır. Bəyəndim.